Yuxuda ağlamaq insanın daxili hisslərini, narahatlığını, qorxusunu və bəzən də sevincini ifadə edən ən çox rast gəlinən yuxulardandır. İslam alimlərinə görə yuxuda ağlamaq həm mənəvi, həm də psixoloji mesaj daşıya bilər. Bu yuxu insanın daxili dünyası ilə bağlı xəbərdarlıq, ruhi təmizlənmə və ya gələcəkdəki vəziyyət haqqında işarə verir. Məşhur yuxu təbirçisi İbn Sirin bildirirdi ki, yuxuda ağlamaq insanın vicdanının, günahlarının və daxili duyğularının əksidir. Yuxuda ağlayan şəxs öz həyatında yanlışlıqlarını dərk edir və ya yaxın gələcəkdə qarşılaşa biləcəyi çətinliklərdən xəbər alır. Əgər yuxuda göz yaşları ilə rahatlıq, sakitlik və rahatlama hiss edirsinizsə, bu yaxşı xəbər, ruzi artımı və bədxahdan qorunma kimi yozula bilər. Digər məşhur alim Əbdülqani Nəbusi isə yazırdı ki, yuxuda ağlamaq insanın daxili səsini, vicdanının çağırışını ifadə edir. Yuxuda ağlamaq həm də ruhi təmizlənmə və mömin üçün tövbə fürsətidir. Ağlamaqla birlikdə duyulan rahatlıq, Allahın müsbət işarəsi, narahatlıq xəbərdarlıqdır. Yuxuda özünü ağlayarkən görmək. Özünüzü yuxuda ağlayarkən görmək bəzən daxili stres, narahatlıq və ya həyatınızda həll olunmamış məsələlərə diqqət çəkmək mənasına gəlir. Eyni zamanda, gözyaşı tökmək insanın ruhi təmizlənməsi və günahlardan təmizlənmə simvolu kimi də yozulur. Əgər yuxuda ağlayarkən sevinir və ya rahatlıq hiss edirsinizsə, bu, sevinç, xoş xəbər və gələcəkdə uğurlu hadisələrə işarədir. Əks halda, qorxu və kədər hiss edirsinizsə, bu, həyatınızda diqqətli olmalı olduğunuz vəziyyətlərin xəbərçisidir. Yuxuda başqasının ağladığını görmək. Yuxuda başqasının ağladığını görmək, yaxınınızın və ya tanışınızın problemləri, həsrəti və ya narahatlığına diqqət çəkmək mənasına gəlir. Əgər ağlayan şəxs sizə yaxın insandırsa, bu yuxu onun gələcəkdə yardımınıza ehtiyacı olacağını göstərə bilər. Əgər yuxuda tanımadığınız birinin ağladığını görürsünüzsə, bu bəzən ümumi ətrafınızdakı insanların əhval-ruhiyyəsinə və ya gələcəkdə baş verəcək hadisələrə işarə ola bilər. Yuxuda gülərək ağlamaq. Bəzən yuxuda həm gülmək, həm də ağlamaq halları olur. Bu tip yuxular insanın daxili qarışıqlığını, həm sevinç, həm də kədəri eyni anda yaşadığını göstərir. İslam alimləri belə halları insanın həyatında balans yaratmaq, həm xoşbəxtlik, həm də sınaqlara hazırlıq kimi yozurlar. Yuxuda ağlamağın İslami məna və tövsiyələr. İslam alimləri bildirirlər ki, gözəl və sakit yuxular Allahdan gələn müjdə ola bilər. Pis və narahat yuxular isə xəbərdarlıq, sınaq və ya dua fürsəti kimi qəbul edilməlidir. Yuxuda ağlayan şəxs tövbə etməli, özünü və həyatını analiz etməli və mümkün narahatlıqları həll etməyə çalışmalıdır. Yuxuda ağlamaq həm də daxili təmizlənmə, stressdən azad olma və psixoloji rahatlıq simvoludur. Əsas olan yuxunu qorxu ilə deyil, hikmət və diqqətlə dəyərləndirməkdir.